Uşaqlıq dünyamın əsrarəngiz xatirələrində özünə dərin iz buraxmış günlərdən də biri il boyu gözlədiyimiz bir gün bir gecə idi, Çilə gecəsi. Biz onu hardasa bir neçə ay irəlicədən hər birimiz uşaqlarla soraqlaşırdıq və onu qərarlaşırdıq ki, necə eləyək, necə keçirək. Və də o doğrudan da maraqlı və müəmmalı bir gecə kimi keçib gedirdi kəndimizdə, Rəfşanbaşda. Bu bizim uşaqlıq erkən məktəb illərinə təsadüf eləyir. Bunları bugün xatırlayarkən çox şükür ki, onlara aid bir yazı Yaradanın lütfü ilə araya, ərsəyə gəlib çıxıb ki, sizlərə təqdim edirəm. Xoşbəxt olun. Gecədən söz düşdü, söz də uzanır. Gedir gecələrin gizli yanına. Aylı gecələrin sonsuzluğunda yetir uşaqlığın xoşbəxt anına. Hər ildə bir dəfə Çilə gecəsi, gecəni yatmayıb oyaq qalardıq. Palaza tikilmək qorxusu ilə bir an göz yummayıb sayaq qalardıq. Gecə kəndi gəzib haray salanda kimsə bizi qorxudardı, qovardı. Sürüşüb yıxılıb tutulandasa ağız burnumuzu yaxşı ovardı. Onu bir il danışardıq, gülərdik. Özümüzü necə xoşbəxt bilərdik. Çilə gecəsinə asılan səhər hamı sevinərdi, bayram edərdi. Bütün kənd qaynaşar, qohum əqraba bayramlaşıb bir-birinə gedərdi. Səhəri oyadan alatoranlıq azan səsi ilə kəndi haylardı. Namaza tələsən dədə babalar qurban kəsib 7 evə paylardı. Onda səmimiyyət, hörmət, ehtiram, yerin bilən böyük kiçik var idi. Əmilər, dayılar, xala mamalar, gələn gedən qohumlar simsar idi. Amma heyf. Biz hardan biləydik sevinç qəm olar. Məsum gülüşlərə qəm həmdəm olar. Elə bil o gündən itdi uşaqlıq. Bizdən uzaqlaşıb bir ilğım kimi həsrətin gözündə bitdi uşaqlıq. Başımız daşlardan daşlara dəydi. Zaman əyilməyən başları əydi. Ancaq o ilk günə qayıtmaq üçün bütün varlığımı verərdim, inan. Ömür biz deyəni desəydi əgər, bəlkə qaytardıya etməzdim güman. Salamat olun.